Toplum TV iş üzrə həbsdə olan İlkin Əmrahov polis bölməsində dindirilərkən ona narkotik maddə verildiyini düşünür. Oktyabrın 20-si Bakı Ağır Cinayətlər Məhkəməsində ifadəsinə davam edən Əmrahov deyib ki, dindirildiyi zaman xəstə olduğu üçün ona dərmanlar verilib və o bu dərmanları qəbul edib. Stat: Sonradan Kürdəxanda narkotik istifadə edən şəxslərlə söhbət edəndə Bakı şəhər Baş Polis İdarəsindəki atdığım dərmanların görünüşünü izah etdim. Mənə dedilər ki, həmin dərmanlar Lirik adlı narkotik tərkibli dərman olub. Hansı səbəblə saxlanıldığım, nədə ittiham olunduğum barədə heç nə deyilmirdi. Daha sonra vəkil getdi. Gecə saat 1-2 olardı. Müstəntiq ifadədə texniki səhvlər olduğunu, yenidən tərtib etdiyini dedi. Halsız vəziyyətdə olduğum üçün oxumadan qol çəkdim. Təzyiq altında olduğum üçün şübhəli şəxs kimi verdiyim ifadədən imtina edirəm. Statın sonu. Toplum TV-nin həm təsisçisi və media eksperti Ələsgər Məmmədli isə səhhəti ilə bağlı ev dustaqlığına buraxılması üçün yenidən vəsadət verib. O, boğazından əlavə onurğasında da bir şiş aşkarlandığını bildirib. Onun sözlərinə görə təcridxanada uzi müayinəsi olsa da həkim bu şişin yalnız MRT ilə müayinə olunmalı olduğunu bildirib, lakin məhkəmə vəsadəti qəbul etməyib. Oktyabrın 21-i həbsdə olan tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov saxlanıldığı 11 saylı cəza çəkmə müəssisəsində cərimə kamerasına salınıb. Oktyabrın 20-sində o nənəsi Zibeydə Osmanovaya zəng edərək saxlanılma şəraitinin dözülməz olduğunu demişdi. Nənəsinin sözlərinə görə nəvəsi belə saxlanılmaqdansa məni güllələsinlər və həyatıma qəsd edəcəyim kimi ifadələr işlədib. Müəssisə rəhbərliyi ailəsinə bildirib ki, Bəhruz Səmədov daxili qaydalara pozduğuna görə cərimə kamerasına salınıb. Yaxınları xatırladır ki, Səmədov təcridxanada 2 dəfə intihara cəhd edib və son anda xilas edilib. Həbsdə olan tədqiqatçı İqbal Əbilova verilən 18 il azadlıqdan məhrum etmə cəzası olduğu kimi saxlanılıb. Oktyabrın 23-də Şirvan Apellyasiya Məhkəməsi hökmü dəyişdirməyib. Əbilovun hüquqlarının müdafiə komitəsinin məlumatına görə proses vaxtı Şirvan rayon polis şöbəsinin müvəqqəti saxlama məntəqəsinin rəisi ona qarşı kobudluq edib. İqbal Əbilov saxlanıldığı Umbaki penitensiar kompleksindən ictimaiyyətə məktubla müraciət edib. O məktubunda Azərbaycanda talış dilinə qarşı təzyiqlər olduğunu bildirib və məhz talış dilini müdafiə etdiyinə görə həbs olunduğunu deyib. Oktyabrın 25-də vəkil Zabil Qəhrəmanov həbs edilib. O, avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirmək və dələduzluqda şübhəli bilinərək saxlanılıb. Zabil Qəhrəmanov Tovuz rayonunda 11 yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsində suçlanan İlkin Süleymanovun vəkili kimi tanınır. Bununla yanaşı o, bir çox müxalif fəalın da hüquqlarını qoruyub. Hazırda Zabil Qəhrəmanovu 9 vəkil müdafiə edir. Vəkillərindən Səadət Seyidli ittihamları absurd adlandırıb. Onun sözlərinə görə Qəhrəmanov saxlanılan zaman Gəncə şəhər polis bölməsində işin aparılmasına etiraz edib və Gəncə şəhər Baş Polis İdarəsinin rəisi ilə qərəzli münasibətdə olduğunu bildirib. Həbsindən bir gün öncə vəkillər kollegiyası onun fəaliyyətinin dayandırılması barədə qərar qəbul etmişdi.